Əməkdar artist Elza Seyidcahan maraqlı açıqlamaları ilə diqqət çəkib. Pərvizə görə layihəsinə qonaq olan ifaçı, taksi və avtobus sürücülərindən danışıb. Müğənni qeyd edib ki, onların istədikləri mahnını dinləməyə ixtiyarları yoxdur. Həmin sürücülər yalnız radio dinləməlidir. Maariflənmə nəqliyyatdan başlamalıdır. Xalqımızın vaxtı da nəqliyyatda keçir. Avtobus sürücüsünün ixtiyarı yoxdur ki, öz xoşuna gələn mahnıya qulaq assın, eyni ilə taksi sürücüsünün də. Necə ki, radara düşürük, cərimə gəlir, mən də musiqimizin qoruyucusuyam. Xələl gəlməsin, qorunsun. Metroda gözəl musiqilər səslənir. Xahiş edirəm, avtobus və taksi sürücüləri yalnız radio dinləsinlər. Sosial şəbəkələrdə də senzura olsun. 24 saniyədən sonra bayağı mahnılara dayan desinlər. Biz musiqimizə gələn fəlakətin qarşısını belə ala bilərik.